Firqə radiosu. Eine aserbaidschanische Sendung von Radio Flora. Danışır Azərbaycan Demokrat Firqəsi. این صدای فرقه دموکرات آذربایجان است. Ben deyirəm yurdumuza kəz baxanlar yok olsun, böhtan deyib adımıza şər yaxanlar yok olsun, xalqimizin igidliyi düşsün dildən dillərə, əməlləri yadigar tək qalsın ildən illərə. Ben deyirəm Azərbaycan qəhrəmanlar yurdudur, şücaətli Sattarxanlar, Ağırxanlar yurdudur. Böyük Qacar şahlarını yola salmış bu diyar, onun her bir karşında ecdadımın hakkı var. Aziz kardeşler, firqemizin rəhbərliyi altında xalisə yerlərini və xalq düşmənlərinin yerlərini kəndlilərin arasında təqsim edib, onların əlinə silah verərək aldığınız torpaq və azadlıqdan müdafiə etməlisiniz dedik. İndi sizin boynunuzda böyük vəzifə durur. O aldığınız torpaqları saxlamaq və aldığınız azadlıqdan müdafiə etmək. İndi bütün İran kəndliləri, Azərbaycan kəndlilərinin aldığı torpaqdan ilham alıb, ayağa qalxmış, təkən yemişdir. Mürtəceylər bu hərəkətdən qəzəblənib və o azadlığı boğmaq istəyirlər. İranda böyük mübarizə başlanmışdır. Azərbaycan kəndlisi bu mübarizənin
pişahengi olup qabağda gedəni olacaqdır. Yaşasın Azərbaycan kəndlisinin azadlıq yolunda apardığı mübarizəsi. Damarlarımda gürseller çağlamıştır. Anam cəngilər üzdə məni qundaqlamışdır. Xoşbaxtam ki vətənim, xoşbaxtam ki vətənim, Azərbaycandır mənim, Azərbaycandır mənim. Ağ zirvəli dağlarım, əyilməz başım mənim. Bilinmez yaşım mənim, xoşbaxtam ki vətənim, xoşbaxtam ki vətənim, Azərbaycandır mənim, Azərbaycandır mənim. Vətənimdir, mən gah odam, gah suyam. Bu torpaqdan yarandım, bu torpağa borcluyam. Xoşbaxtam ki vətənim, xoşbaxtam ki vətənim, Azərbaycandır mənim, Azərbaycandır mənim. Əziz dinləyicilər, Azərbaycan Demokrat Firqəsinin internet radiosunun növbəti verilişi ilə 2014-cü ilin aprel ayının 18-də sizin hüzurunuzdayım. Bugünkü proqramımızda bu verilişləri sizə təqdim edəcəyik. Həftənin sözü, həftənin müsahibəsi, Azərbaycan Demokrat Firqəsi. Proqramımızın sonunda mavi işıq verilişi efirdə səslənəcəkdir. Bizimlə qalın, bizi dinləyin. Damarlarımda gürseller çağlamışdır. Anam cəngilər üzdə məni qundaqlamışdır. Xoşbaxtam ki vətənim, xoşbaxtam ki vətənim, Azərbaycandır mənim, Azərbaycandır mənim. Ağ zirvəli dağlarım, əyilməz başım mənim. Bilinmez yaşım mənim, xoşbaxtam ki vətənim, xoşbaxtam ki vətənim, Azərbaycandır mənim, Azərbaycandır mənim. با سلام‌های گرم و آتشین خدمت تک تک شما عزیزان شنوندگان با وفای فیرگر رادیوسو که در تاریخ 18 آوریل سال 2014 صدای ما را، صدای کارگران، دهقانان، زحمتکشان، دموکرات‌ها، آزادیخواهان، روشنفکران و انقلابیون آذربایجان را میشنوید. با بهترین آرزوهای قلبی برای تک تک شما عزیزان در کار و زندگی و پیکار و مبارزه برای به دست آوردن طبیعی ترین حق و حقوق انسانی خود، یعنی آزادی، دموکراسی، عدالت اجتماعی، برابر حقوقی زنان با مردان و حق تعیین سرنوشت به دست خود، 106مین برنامه فیرگر رادیوسو را تقدیم حضور شما عزیزان می‌کنیم. در برنامه امروز در ابتدا در بخش هفتنین سوزو سخن هفته دادنامه شاهرخ زمانی فرزند مبارز و زحمتکش خلق آذربایجان را که در سیاهچال‌های نظام قرون وسطایی اسلامی آریایی ایران به سر برده و از آنجا خطاب به انسان‌های آزادیخواه و سازمان‌های حقوق بشر به خارج از زندان فرستاده است را به سمع شما عزیزان خواهیم رساند. در قسمت دوم در بخش هفتنین مصاحبه هفته
گفتگوی رادیوی مردمی فارس‌زبان اپوزیسیون رادیو ندا با یکی از زندانبان‌های سیاه‌چال‌های نظام قرون وسطایی اسلامی ایران را به سمع شما عزیزان خواهیم رساند. در بخش آذربایجان دموکرات فرگسی فرقه دموکرات آذربایجان، بخش اول برنامه قدردانی از نویسنده و شاعر خلق آذربایجان عضو وقت فرقه دموکرات آذربایجان یلداش سهراب طاهر را تقدیم حضورتان خواهیم کرد و پایان بخش برنامه امروز برنامه ماوی شد نور آبی خواهد بود که در این برنامه قطعه شعری با صدای شاعر خلق آذربایجان سهراب طاهر را تقدیم حضور شما عزیزان خواهیم نمود. با ما باشید و به برنامه فیرگر رادیوسو رادیوی اینترنتی فرقه دموکرات آذربایجان گوش فرا دهید. Anam cəngilər üzdə məni qundaqlamışdır. Xoşbaxtam ki vətənim, xoşbaxtam ki vətənim Azərbaycandır mənim, Azərbaycandır mənim. Ağzırvəli dağlarım, əyilməz başım mənim. Tarixdən dən qədiməm, bilinməz yaşım mənim. Xoşbaxtam ki vətənim, xoşbaxtam ki vətənim Azərbaycandır mənim. Danışır Azərbaycan Demokrat Firqəsi. این صدا صدای فرقه دموکرات آذربایجان است. Həftənin sözü. سخن هفته. جناب احمد شهید، خانم ناوی پولای، فریاد دادخواهی حق‌کشی قانونشکنی مسئولین علیه مرا شنوا باشید. من شاهرخ زمانی فعال سندیکایی مقیم 30 ساله تهران در 14 خرداد سال 90 که برای دیدار والدینم عازم تبریز شدم در رد ورود توسط اداره اطلاعات بدون سند اتهامی و حکم قضایی با زور اسلحه دستگیر و وسیلون انفرادی زیر شکنجه‌های روحی و جسمی، توهین، تحقیر و تهدید به مرگ، حتی تهدید به تجاوز قرار گرفتم تا حد بازجوی شکنجهگر استمرارات قبول کنم. من در اعتراض به این برخورد باندی غیرقانونی و تقاضای محاکمه در یک دادگاه صالح با حضور هیئت منصفه و وکیل هیچ گونه بازجویی شفاهی و کتبی نداده به عین 40 روز را در اعتصاب غذا بودم، به طوری که 27 کیلو لاغر شدم. سپس بدون مدرک تامی که دادگاه بتواند رویان حکم بدهد، تحویل شعبه 1 دادگاه انقلاب قاضی حمله بر داده شده و با سفارش بازجو به 11 سال زندان محکوم شدم. حمله بر قاضی فرمایشی در تناقض آشکار در متن دادنامه من اعتراف می‌کند که متهم شاهرخ زمانی در کلیه مراحل تحقیق و بررسی منکر مواد اتهامی شده است. این که به چه طور وی بدون کوچکترین سند اتهامی 11 سال حکم داده است باید جوابگو باشد. سپس این حکم ناعادلانه در دادگاه شعبه 6 تجدید نظر قاضی ایمانی که به دادگاه تایید نظر مشهور است تایید و بعد شعبه 29 دیوان عالی که به شعبه سفارشی اداره اطلاعات مشهور است بدون رسیدگی به اعاده دادرسی تایید شد. وکیلم جناب آقای پورفریدی در اعتراض به تایید شعبه تجدید نظر تاکید کردند جناب قاضی حداقل یک دلیل محکم پسند برای تایید حکم بیارید. کارشناس دیوان عالی ضمن تأسف از بررسی ناعادلانه اعاده دادرسی به مادرم گفته است من هیچ گونه سند اتهامی که قاضی بتواند روی آن حتی یک روز حکم زندان بدهد در پرونده ندیدم. باز برخلاف برخورد سفارشی و باندی در ماده 22 آن نامه داخلی سازمان زندان‌ها که دخالات کلی نیروهای نظامی قضایی اطلاعاتی را در مورد امور اداره زندان اکیداً قطعاً کرده است،
وجود شعبه‌های اطلاعات مانند اوین 209 تبریز 37 رضای شهربند 8 سپاه که مستقیما زندانیان سیاسی تحت کنترل و نظر دارند به سفارش باندی بازجو در زندان تبریز مرا به بدترین بندهای زندان یعنی قرنطینه 12 محکومین خطرناک میثادون که پر از ایدز و کانگاره و هپاتیت بود دادن تا از بین ببرند. بعدا به یزد و رضای شهر و اکنون نیز برخلاف آیین‌نامه داخلی سازمان زندان‌ها در تفتیش داراییم به زندان مواد مخدر فضولحساب به طور غیر قانونی بدون تفهیم اتهام و حکم قضایی تبعید کردند. که در زندان رضای شهر به عنوان نماینده سازمان 12 سیاسی و مدافع حقوق قانونی و صنفی آنان به تخریب تماشاخانه زندان، تشدید پارازیت‌های مضر سلامتی زندانیان، ضرب و شتم زندانیان و دیگر موارد نقض حقوق زندانیان اعتراض کرده و خواستار اجرای موارد آیین‌نامه داخلی زندان در 16 ماده به صورت کتبی شدند. قسمت olmadı ki bir görüşem şehriyarıyla لازم به ذکر است تمامی این زندان‌ها فاقد کوچکترین استاندارد قوانین سازمان زندان‌ها و حقوق شهروندی در مورد تغذیه، بهداشت، درمان، آموزش، ورزش و تفریحات، ارتباطات عاطفی زندانیان با خانواده مانند تلفن، مرخصی، ملاقات حضوری مکاتبه بوده و زندانیان به طور سیستماتیک مورد تحقیر، توهین، شکنجه روحی جسمی قرار می‌گیرند. و برخلاف ماده 3 آیین‌نامه سازمان زندان که هدف زندان و تربیت، بازسازی و بازداری زندان تعریف کرده است، خشن‌ترین، بی‌سوادترین و عامی‌ترین افراد به ازای روانشناس، مربی تربیتی حکومت می‌کنند که کتک و مردم آزاری نوعی ثواب و به کلید بهشت می‌دونند. حالی جنابان یک زندانی سندیکایی را به طور غیرقانونی دستگیر، زندان و سپس به جایی تبعید کردن که از بدترین زندان‌های ایران میباشد. چه وقت میتوان با بوین وسطا تشبیه کرد؟ زندان مخوف قزل‌حصار با 10 بند مستقل با ظرفیت اسمی 6 تا 7 هزار زندانی پذیرای 20 و در حال پرتراکم تا 38 هزار زندانی میباشد که فعلا این تعداد حدوداً 21 تا 22 هزار نفر میباشد که 3 هزار نفر اعدامی، حدود 7,700 در همین حدود 15 سال زندان می باشد. حسرتیم dayanıyor Seni sevimli dilber Sen de varsalıdır Beni uzalım eder Sen meşgulüdür به طور متوسط هر ماه 10 تا 20 نفر اعدام می شود. اکثر حکم‌های صادره زیر بدترین شکنجه‌ها در آگاهی بدون حضور وکیل و هیئت منصفه بوده است. زندانی از بعد ورود در 3 نقطه مقابل 2 تا 3 اردین لخت و مادرزار می شود. در اتاق‌های 7.5 متری از 9 تا 16 نفر در شرایط تراکم نگهداری می شود. در بهترین واحد زندان یعنی واحد 3 روزی برای 160 تا 200 نفر در 5 دهنه حمام از 40 دقیقه تا 2 ساعت حمام می باشد. اغلب روزها ساعت 1 تا 5 آب قطع می باشد. درمان در سطح خیلی نازل می باشد. هر ماه 1 بار وعده بهداری می باشد که بدون کوچکترین معاینه چندین گوشت داده می شود. در تغذیه سویای حیوانی همراه با بی‌کیفیت‌ترین مواد به قدری خراب میشه که زندانیان حاضرند گرسنه باشند ولی غذا نخورند و کسانی که از رستوران غذا میخرند مرغ 1 کیلویی 6,000 تومانی را به قیمت 17,000 تومان میخرند. وضعیت خراب مالی زندانیان آنها را وادار به فروش مواد مخدر، داروهای روانگردان، سیگار در جای قدغنات، کارت تلفن، وقت تلفن و غیره میکنند. کتاب در حکم کیمیا بوده و زندانیان دور نگه داشته می شود. در جای به نام دارالقرآن زندانیان برای گرفتن مرخصی، ملاقات حضوری مجبور به حفظ عربی قرآن می شوند که اغلب به صورت خبرچین از آنها سوء استفاده می شود. دیگر زندانیان به این بند دارالشیطان می گویند زیرا که اغلب این انسانها خرد و تحقیر شده و خودباخته و بی‌هویت را مجبور به آدم فروشی و خبرچینی تنبندیان خود می کنند. کوچکترین اشکال اعتراض قانونی زندانیان با 20 روز انفرادی، زدن موی سر، ضرب و شتم و فلج کردن و ضربات کاب زیر پا مواجه می شود. زندانی را توی آب و حوض انداخته خیس کرده با شوکر به جانش می افتند که فریاد بدبختا به آسمان بلند شده و تقاضای عفو بخشش می کنند. فردی به نام شیرازی که مسئول واحد قرنطینه بوده و اغلب خانواده‌اش، پسرها، دخترها و عروسش در زندان کار میکنند. علاوه بر ضرب و شتم جدید زندانی، ملایم‌ترین
کلامش فحش‌های رکیک زن و بچه و پدر و مادر و خود زندانی میباشد. کسی نیست که از کلام ایشان بهره‌ای نبرده باشد. دیوانم من یه زنجیره bağlanan sarmış kemende eşkimeli hicri yari. زندان پر از بیماران مصیب علاوه ایدز، هپاتیت، سل و کانگاریا می باشد. مخصوصا در واحد یک با 6000 زندانی فقط 400 نفر سالم باشد که اغلب ایدز، سل و کانگاریا می باشد. ایدز 4 ماه گذشته 70 نفر جان باختند. در هفته اول فروردین 4 نفر ایدزی پس از انتقال به بیمارستان به علت دیرچه فوت کردند. در واحد 4 که واحد کارگاه می باشد و با بخش‌های دیگر زندان و بیرون از زندان تماس دارد، تست ایدز 15 نفر توسط بهداری مثبت بود که خطر سرایت آن به بقیه بخش‌ها جدی می باشد. به طور خلاصه و مفید این زندانی که من در آن نگهداری می شوم. Bilmez misal kadrini her aşıkım diyen Sayamayınca derdi gani ahzarıyla Meşuqe aşık ile tanımıştır aleme Kıymetlenir qaş ile yüzük zər əyar ile جناب احمد شهید خانم کلای، من از موقع انتقال و نگهداری غیرقانونی به زندان مواد مخدر که برخلاف آیین‌نامه داخلی سازمان زندان‌ها در تفتیش درآمد باشد، در اعتراض به این مسئله تا امروز 33 روز است که در اعتصاب غذا بوده و 20 کیلو وزن کم کرده و حالم به شدت خراب است. علیرغم اینکه تا حالا 12 نامه درستگی و درخواست قانونی هم در بازگشت به بند سیاسی به مسئول زندان گذرگاه نوشتم، اما با بی‌تفاوتی جواب سر بالا با امروز فردا کردن و وقت کشی آنها مواجه شدم. من ضمن اینکه عواقب و مسئولیت هر گونه لطمات روحی، جسمی و جانی حساب‌رسا را متوجه مسئول می‌دانم، از آن جنابان می‌خواهم با فرستادن کمیته حقیقت‌یاب به این قتلگاه و فشارهای جهانی و حکومت جمهوری اسلامی آن را وادار کنند حداقل به قوانین مصوب خود در رعایت و شهروندی و سنتی زندانیان مخصوصا تفتیش جرایم پایبند بوده و مرا به بند سیاسی بازگردانند. با تشکر از زحمات بیشابه دستم را به گرمی می‌فشارم. شاهرخ زمانی 18 فروردین 93. Əsrətin yandıracaq pərvanələr Qoyma yenən kənərinə biganələr Açma yenən zülfümdəki divanələr Bağla yenən bir tərəfdən say bir tərəfdən Ay kız açma zülfümdəki divanələri Bağla yenən bir tərəfdən say bir tərəfdən Həsrətindəyəm Səni sevimlidirdən Səndən ayrı salıdır Məni o zalım eləyər Sən meşkinidirdir Sən meşkinidirdir Bu yaşı güzəli görməyəcək Danışır Azərbaycan Demokrat Firqəsi. این صدای فرقه دموکرات آذربایجان است. Həftənin müsahibəsi. مصاحبه هفته. Can vermeden eşyakiye بله. الو، حفاظت اطلاعات زندان قزلحصار. خطاب خبری بفهم. من حمید روشن هستم، خبرنگار رادیو ندا. بفهم. در رابطه با وضعیت زندانی شاهرخ زمانی تماس میگیرم. در اعتصاب غذا هستند، از وضعیت ایشون پرسش میکنم. نمیتونم پاسخ بدم شما. بله. الو، من حمید روشن هستم، بفهم. از رادیو ندا تماس میگیرم، خبرنگار رادیو ندا هستم.
من در رابطه با وضعیت شاهرخ زمانی زندانی که در زندان شما دست به اعتصاب قضا زده است پرسش میکنم. وضعیت ایشان از چه قرار هست؟ ایشان زندانی شما هستند در اونجا. گفتم که من نمیتونم به شما پاسخ بدم. خداحافظ. از زندانی خودتون ولی الو، زندان قزلحصار. بفرمایید. سلام. من حمید روشن هستم. از کجا تماس میگیرید روشن؟ از رادیو ندا تماس میگیرم. رادیو ندا. بله بفرمایید. در مورد وضعیت شاهرخ زمانی که در زندان قزلحصار دست به اعتصاب قضا زده پرسش دارم. وضعیت ایشون از چه قراره؟ والا الان کجا رو گرفتید؟ کدوم قسمتی گرفتید؟ قسمت در واقع ستاد خبری. ستاد خبری حفاظت رو گرفتید؟ بله بله، حفاظت اطلاعات. گوشی چند لحظه خدمتتون باشه. آدم ما که شاید سرزد به یادم، آدم ما که شاید سرزد به یادم، آدم ما که شاید سرزد به یادم. الو. الو بفرمایید. بابت این زندانی که تماس گرفته بودید، درست شما بودید دیگه؟ بله تماس گرفتیم. میگن که اطلاعاتی نمیشه در اختیارتون بذاریم، شرمنده. ولی یک زندانی حق و حقوقی داره و در زندان قزلحصار دست به اعتصاب قضا زده است. یعنی این یک چیز پوشیده ای نیست. اینو به قول گفتنی عالم و آدم میدونن. بله ما هم نگفتیم کسی نمیدونه که همین که شما دارید میگین، یعنی شما در اطلاع دارید دیگه. ولی زندانی که مثلا اعتصاب کرده الان تلفنش که ازش نگرفتن، خیلی راحت میتونه ملاقات رو تلفن بزنه و کاری دیگه انجام بده. میتونه به همه چیزو گفته باشه مشکلشو. اگه مشکل داره مشکلشو اینجا واسش برطرف میکنن که حالا هر مشکلی که داره که اعتصابشو بشکنه دیگه. خب مسئله همین حل این مشکل هست. چرا این مشکل تا حالا حل نشده و کماکان در اعتصاب قضاست؟ شما میگم مشکلشو میدونید چیه؟ منم به عنوان اینکه شما مسئول اونجا هستید، در زندان شما هست و در واقع شما میدونید که زندانی حق و حقوقی داره. خب ما هم نگفتیم نداره که. اول که اینجا زندان ما نیست، اینجا زندان دولت. ما هم کارمندیم اینجا. بله درست. زندان ما که اینجوری که میگه شما مأمور دولت هستید و زندانبان اون زندان. بله. در واقع مأمور و معذور که نیستی، در این حال شما هم میتونستید اون ور میله باشید. اعتصاب کرده زندان شما، درسته؟ ما هم حق باید به زندگی به مشکلش رسیدگی کنیم. اگه مشکلش درست باشه و اون حرفی که داره میزنه حق باشه، ما رسیدگی میکنیم ان شاءالله که اعتصابش بشکنه، یعنی برطرف بشه مشکل. اگه حرف حق نزنه، اینجوری باشه که هر کی از زندانی بده جای اعتصاب کنه، مثلا ما میخوایم بریم ببینیم چیه، یا مثلا یه حرف ناحقی بزنه یا یه چیزی بخواد مثلا در اختیارش بذاریم که اصلا در حیطه اختیار زندانی اینجوری نمیشه که میشه. مثلا یه زندانی اینجا اعتصاب کنه آقا من گوشی موبایل میخوام، یا یه زندانی اعتصاب کنه مثلا من ملاقات میخوام برم مرخصی، بهش تعلق نگیره. درسته؟ ولی میدونید که خواست ایشون اینه که برگرده به زندان گوهردش در بین زندانیان سیاسی. مقامات قضایی تصمیم میگیرن، اصلا ربطی به زندان نداره. مقام قضایی تصمیم میگیره، به ما به دستور بدن، ما جابجاش میکنیم. به ما بگن اینجا باشه، ما ازش نگهداری میکنیم. دو روز این دو تا حالت خارج نیست. یعنی اگه تصمیم بگیرن که اینجا باشه، ما وظیفه‌مون میشه که ازش نگهداری و مراقبت کنیم، چه از نظر بهداشت، درمان و هر چیزی که هست. اگه دستور بدن که بره از اینجا انتقالش گوهردش، ما وظیفه‌مون انتقالش بدیم. اینم وظیفه ما اینه، غیر از این هم نیست. یعنی ما الان تصمیم نمیگیریم بگیم که ایشون اینجا بفرستیم بره یا برگرده بیاد اینجا. Almış elə bir aşıqa var sən kimi yarı, İnsaf elə öz aşıqına məhrəmi raz et, Naz et mənə ey sevgili canım, Mənə naz et mənə naz et. بله واقعیت هم هست، ولی تا جایی که در خبرها بوده زندان قزلحصار 4 ساعت از پذیرش شاهرخ زمانی امتناع کرده بوده. اینو دیگه من در جریانش نیستم. دیگه بیاد پذیرش میشه دیگه، برای چی امتناع کنن؟ به هر حال دلیلی بوده که خود آقایون میدونند، زندان قزلحصار میدونه. به هر حال میدونید که زندان قزلحصار جای زندانیان سیاسی نیست.
بعد اینکه حالا نگرفتن زندانی اینا ما که در نیستیم، ولی حالا که هست داخل زندان، یعنی دستوری که قضایی باشه زندان نمیتونه ازش ممانعت کنه، زندان باید اینو بگیره، یعنی زندان پذیرش باید بکنه. حالا 1 ساعت 2 ساعت طول کشید پذیرش شده دیگه در جنگش ما نیستیم. زندانی در اصل الان پذیرش شده، جزء آمار زندان ماه، این جزء آمار زندان قزلستاره، هیچ مشکلی هم نداره، داره زندگیشو میکنه. حالا خودش میگه میخوام برم برگردم به جای شهر دیگه. آخه خود زندانی که نمیتونه تصمیم بگیره که کجا باشه، دستور قضاییه، مقام قاضیش دستور بده اینجا باشه، اینجا دستور بده بفرستنش اونجا بفرستیمش اونجا. دست زندان نیستش، ربطی به حفاظت زندان، مدیر زندان اصلا ربطی به ما نداره، به زندان ربط پیدا نمیکنه. بله فرمودین که وضعیت عادی داره، ولی در این حال وضعیت کاملا غیر عادی هست و دست به اعتصاب غذا زده. در حال حاضر الان بیش از 30 روز در اعتصاب هست. وضعیت ایشون، وضعیت آقای شاهرخ زمانی از چه قرار هست؟ آیا ملاقات داره؟ آیا میتونه تماس بگیره؟ تلفن؟ هر کاری بخواد مثل بقیه زندان داره انجام میده، هیچ مشکلی نداره. یعنی اگه بخواد میتونه تماس بگیره، اگه بخواد میتونه بره ملاقاتش میاد، میتونه بره ملاقات انجام بده. هیچ چیزی ازش گرفته نشده، هیچ امتیازی ازش گرفته نشده. خودش میگه من میخوام برم گاردش، میگه من میخوام به زندان رجایی شهر برگردم. یعنی این نهایت حرفی که فکر می‌کنم زده باشین که شما دارید میگید. نهایت حرف در واقع از اونجا منتقل شده و خواستش هم همین هست. و چرا به این ترتیب اثر داده نمیشه؟ ما که این زندانی که اینجا داریم و شما دارید میگید هیچ مشکلی نداره، یعنی هم میتونه ما اصلا باش کاری نداریم، میتونه بره بهتریشو بره، میتونه بره ملاقات انجام بده، میتونه مثل بقیه زندانی‌ها فعالیت فرهنگی داشته باشه و هر چیزی که هست. اینکه حالا میخواد بره رجایی شهر، میخواد بره اعتصاب کنه، هر چیزی که باز خودش تصمیم داره، اینو باید بره از قاضیش بخواد، یعنی خانواده‌اش پیگیری کنن از بیرون و به نتیجه برسن، دستور قضایی بگیرن، بیان اینجا ان که موافقت کنن و جابجا بشه. ممنونم. به هر حال موفق به گفتگو با مسئولین زندان شدیم. هستم در خدمتتون. Ben bu yaşa düşeni ağlamadan günüm yok. Yazılmamış kanunlar dediklərimiz yazılıbmış. Qanun seçə bilmir artıq nədir doğru, nədir yanlış. Gördüklərimizi dəmi inkar edirsiniz. Mən kör deyiləm, görürəm, susmuram. Mən xalqam və siz kimsiz? Susun mu deyirsiniz? Susun göz yumum olanlara. Qoy qırılsın əskərlər, nə gərəyimiz var onlara. Öldürün onları, qanları halaldır sizə. Orqanlar ondan da halal, utanmayın, hamısı sizin. Vətən deyən onsuz razı, onları da orada boğun. Boğun ki sabah rahat yol otuluq, eləsin hansısa boynu yoğun. Susmayacaq bilirsən, onsuz da susuram neçə ildir. Müdafiə olunuruq mu yaxşı, cavab verin cənab nazir. Ateş kəs dedilər, ateşi kəsdik. İndi necə sülh ölək? Sülh içində Qarabağ içimizdə öldürək. Ölməyəcək, öldükcə diriləcək. Əskər ölümü ilə bizi qorxaq etmək istəyənlər, bilin ki alınmayacaq. Alınmayacaq, diriləcək. Diriləcək, diriləcək. Ateş kəs var, ateşi kəs, sülh gəlir dedilər. Ölümə razı deyilik, qoy itki olmasın dedilər. Bəs müharibəsiz neçə əskər itirdi 19 ilə. Savaşsaq Qarabağı qaytarardıq bu qədər itki ilə. Öldür oğlun ata-ananı, sonra pulla susturmağa çalış. O da olmadı təhdid et, əsas odur ki qoyma danırsın. Yox, belə olmaz, sən bizi satqın mı bildin? Yoxsa qorxutaraq bizi zindana attın mı bildin? İkili oyunlardır bunlar, hamısı başımızı qarışdırmayın. Çəkin əkrəminizi, əskərlər yadımızdan çıxmayın. Siyasiləşdirməyin, nə müxalifətəm, nə iktidarım. Bu ölümlərə son qoy, bunu istəməyə var ixtiyarım. Seni bir günde yola salacağım. Nerede benim oğlumu öldürüp üstüme göndereceksin? Niye tabancayla vurursan benim oğlumu geçen haftadan öldürdün vurdun? Alçak! Danışır Azərbaycan Demokrat Firqəsi.
این صدا صدای فرقه دموکرات آذربایجان است. Azərbaycan Demokrat Firqəsi فرقه دموکرات آذربایجان Yüreğimin gözü sen, söhbeti sen, sözü sen. Yüreğimin gözü sen, söhbeti sen, sözü sen. Ey benim mehebbetim, ey benim ülviyetim. Mən elə tərsəm ki, geri dönmərəm. Mən elə odam ki, yandım, sönmərəm. Durduğum zirvədən bir də enmərəm. Böyük Səttərxanın davamıyam mən. Sabahın bugünə salamıyam mən. Döyüş səngərimdə quşlardan ayıq. Dağda ildırımam, tufanda qayıq. Qanlar şırımından alnımda sarıq, döyüşən tarixin davamıyam mən, sabahın bugünə salamıyam mən. Əyilir şimşəklər dəmir qolumda, gələcək sağımda, keçmiş solumda, mən vətən demişəm, vətən yolunda, neçə min qurbanın davamıyam mən, sabahın bugünə salamıyam mən. O tayda Astara meşələrin içində, zümrüd dalğaların arasında çox gözəl bir şəhərdir. Mən orada anadan olmuşam. 6 yaşıma qədər o şəhərdə yaşamışam. İlk dəfə məktəb çantasını götürüb oradan Həkim Nizami adında orta məktəbə getmişəm, hazırlıq kursuna. Hələ uşaq ikən dəstə-dəstə qoşulub dənizə gedərdik, üzərdik, üzgüdə yarışa girərdik, dalğaları qırıb keçərdik və uzaqda dayanan Rusiya gəmilərinə gedib əl vurardıq, qayıdardıq. O vaxt mənim yadımdadır. Elə bax, onlara minnətdaram ki, mən sonradan İranda məktəblilər arasında üzgüçülükdə 2-ci yer tutdum. Altı yaşımda bizim başımıza böyük bir faciə gəldi. Təzə tikdiyimiz gözəl, böyük 36 otaqlı binanı hərraca qoymalı olduq və sürgünə getməli olduq. Niyə? Ona görə ki, atam, əmim, dayılarım hamısı demokrat fikirli adamlar idi. Azadixah idilər. İran şahlığının istibdadı əleyhinə vuruşurdular. Buna görə də Rızaxan iş başına gələn kimin demək demokratik əhval-ruhiyyəli partiyaların hamısını darmadağın elədi. O cümlədən də mənim atamın mənsub olduğu partiya və onun qabaqçıl liderləri hamısı köçürüldü və yaxud həbsə salındı və yaxud sürgünə göndərildi. Mən 6 yaşımdan Kirmanşah şəhərinin, İranın ən məşhur şəhərlərindən biridir ki, orada mən orta məktəbi davam elətdirdim fars dilində. Fars dilində də orta məktəbi demək olar ki, qutardım.
Və o sürgün həyatı mənim heç vaxt yadımdan çıxmaz. Biz nə əziyyətlər çəkdik və sürgündən sonra Təbrizə qayıtmaq və Təbrizdə azadlıq hərəkatında 1945-ci ildə iştirak eləmək, silah götürüb Azərbaycan xalqının və bütövlükdə İran xalqlarının azadlığı uğrunda 18 yaşında vuruşmaq, atamla bir yerdə, əmimlə bir yerdə mənim heç vaxt yadımdan çıxmaz. Milli hükümət qurulduqdan sonra Azərbaycanda böyük iqtisadi islahatlar başladı, torpaq paylandı kəndlilərə, fəhlələrə demokratik hüquq verildi, qadınlara azadlıq hüququ verildi, Azərbaycanın böyük universiteti təsis olundu, Azərbaycanda milli pul buraxıldı. O vaxt məni rəhbərlik çağırdı və Bakıya məni təhsilə göndərdilər. 18 apreldə mən bir neçə adamla, dostlarla bir yerdə Bakıya gəldim. Azərbaycan xalqının yaratdığı milli orduda zabit olmaq üçün gündə 18 saat dərs keçdim. Düşməsin qəlbinə yaladında qara xal sənə qurban. Təbrizdə qurulan milli hükümət süqut elədi. İran şahlığının istibdadının, irticağının xarici ölkələrin əli ilə milli hükümət süqut eləyəndən sonra biz Bakıda qalası olduq. Bakıda qalası olduq, bizə icazə vermədilər gedək. Yəni biz hazır idik gedək, məğlub da olsaydıq, şəhid də olsaydıq, biz xalqımızın şərəfini qaldırmalıydıq. Ancaq məsləhət olmadı, rəhbərlər, ağsaqqallar dedilər ki, siz cavansınız, siz gedəcəksiniz, xatircəm olunuz, amma biraz dözümlü olunuz. Bax o dözümlü olunuz, çəkdi 55 il. Qoy tanısın məni hamı, bir əlimdə çəngəliyib, 3 inqilab meydanında pay aldığım 5 yaranı, bir əlimdə vətənimin qəzəbindən, nifrətindən seyqəl almış qılıncımı saxlayıram. Ürəyimə, düşüncəmə uzadılan qara əli biləkləyib haqlayıram. Sinə gərib tanka, topa, arzulardan at minirəm çapa-çapa, uçururam zindanları, çağırıram insanlığın ucbatından məhbus olmuş insanları. 46'da vuruşmadım, qoymadılar. Əlim bağlı, könlüm dağlı. Dedilər ki, dünya təzə can qutarmış vuruşlardan. Hələ dayan, 46'da vuruşmadım. İndi vuruşuram. Öz səhvimin cavabını heç kəsdən yox, mən özümdən soruşuram. Cavab versin tarix mənə. 46'nın vuruşunu mən borçluyam, keçmişini gələcəyə bələqləmiş bir vətənə. Cavab versin tarix mənə. Azadlığım hanı mənim? Azadlığın uğrundakı şəhidlərin canı mənim, qanı mənim. Azadlığa qurban olmuş, azadlığım hanı mənim? Talih belə idi ki, Təbrizdə yazdığım şeirləri Bakıda çap elətdirdim. Və onunla da mən yaradıcılıq işinə çox həvəs göstərdim.
Mən getdim, girdim ədəbiyyat fakültəsinə və səhv də eləmədim. Mən elə yaranmışdım, yaralı şair olmağa, səngər şairi olmağa yaranmışdım, döyüşkən şair olmağa yaranmışdım. Çox şükür ki, yaşımın bu vaxtında mən şairlığıma hesabat verə bilirəm. Yar etmişəm, gəzir Qarabağ qara, yar etmişəm, gəzir Qarabağ qara, yanda sağ. 30 il bundan qabaq mənə dedilər ki, Söhrab Tahir, sən Savalan üçün darıxmırsan, sən Təbriz üçün darıxmırsan. Deyirdim, darıxıram. Ancaq əgər Bakıda tapdığım Savalanlar olmasaydı, mənim bağrım çatlayardı Savalan üçün. Dedilər, Bakıda Savalan kimdir? Dedim ki, mənim professorlarım, mənə dərs deyən akademiklər, Profesor Əli Sultanlı, Muxtar Hüseynov, Hüseynzadə, bundan sonra və digər bu kimin akademiklər, professorlar mənim üçün elm Savalanı idi, elm zirvəsi idi. Bunlar mənim başımı qatdı, Savalandan məhəbbətimi köçürdülər Bakıya. Onun üçün də mən Savalan haqqında bir şeir yazdım. Duman olsam, qarış-qarış biçilərəm boyuna. Yağış olsam, qayaların zirvə-zirvə yuyunar. Bahar olsam, ətəklərin ağ donunu soyunar. Günəş olsam, çevrilərəm sənin çiçək toyuna. Savalanım, savalan. Qayalardan sallanaram, salxım şişə buz kimi. Quzu olub daşlarını yalayaram. Duz kimi. Sən bulutdan yaşmaq tutsan, bir utancaq qız kimi, dağıdaram bulutları, qılınç kimi, gürz kimi, savalanım, savalan. Hani bir yer aparan köylü Gülüstan'a tərəf, hani bir yer aparan köylü Gülüstan'a tərəf, tutarım bəlkə xandan çəkə canana tərək. Ürəyim düşdü ki, dərdi bəla ortasına, gəh gedər kaşinə, gəh zülfü pərişana tərək. Can şətillilə çıxar, başımın üstə tez gəl, gözləri. Mənim yaralarıma məlhəm qoyan mənim qələm dostlarım oldu. Cabir Novruz rəhmətlik, Məmməd Araz, Xəlil Rıza rəhmətlik, Nəriman Həsənzadə, sonra Nəbi Xəzri və digər şairlərin hamısının adını çəkə bilmirəm indi. Onlar mənim həmişə ürəyimə məlhəm olurdu. Mənə təsəlli verirdilər, mənə qüdrət, ilham verirdilər, ümid verirdilər. Sənə Xəlil Rıza nə inirdi? Allah ona rəhmət eləsin. Coşqun, tribunal şairi idi. Ondan çox adamlar qorxurdu görüşə getməyə, çünki Xəlil onların hamısını udurdu görüşdə. O elə tribunal şairi idi ki, onun yanında başqa adam şeir oxuyanda solğun çıxırdı. Mənə zəng eləyirdi, deyirdi Söhrab, bəs görüşümüz var, bizi filan yerdə görüşə çağırırlar. Bəs elan da veriblər. Söhrab Tahir, Xəlil Rıza. Mən bilirdim ki, Xəlil yalan deyir. Məni istəyir çəki apara, yanıca, bu cənub temasını orada daşdıra, qışqırda, şuar verə, cənub yaralarını açar. Mən susuz qalmışam məxsus, pərəstarım yox, ki çəkən əblərimi çak zənəqdana tərək. Oxumar gözlərini heç məylə ayrılmaz əsnən. Bir cam aşıqan isə el atar canana tərək. Ağlayarsan,
Ağlayansa bile bir naleyle Xaqani Korxuram göz yaşı kəsin onu tufan atarım Aman aman yarın aman 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 Canımın Ovuçlayıb içdim səni, dənizləşdi gözlərim. Mən suvardım gözlərimlə həsrət qalan düzləri. Adım mənə qüvvət verdi, bükülmədi dizlərim. Qoy alnına həkk olunsun taleyimin sözlərim. Çay bəxtini girov qoyan, yazıq Necib Arazım. Öz yurdunda lənətlənmiş, doğma, qərib Arazım. Könlümdəki bir arzunu qoy çatdırım ərzinə. Gəl son qoyaq iki qardaş, iki sahil bəhsinə. Gəl birləşib bir çay kimi, axar əksinə. Bu dünyanın hər bir şeyi qərar tutub tərsinə. Tərs gedənə açıq olur bağlı qapı Arazım. Tərs gedənlər, tərs adamlar düz yol tapır Arazım. Qayaların kölgəsindən yaşmaq tutma bu sayaq. Səndə batmış illərimi gəl bir yerdə biz sayaq. Daha qopur qəzəblərin sarayından daş, subaq. Bu dünyadan sərhədləri bir götürək, bir udaq. Taleyinin dirəkləri göyə dəyən Arazım. Məhdilləri gül açmayan, göyərməyən Arazım. Mənim ədəbi həyatım, şairlik fəaliyyətim, nasirlik fəaliyyətim get-gedə genişləndi və məni Məmməd Arazla bir yerdə Moskvaya oxumağa göndərdilər. 58-ci ildə Yazıçılar Birliyinin üzvü oldum. Sonra getdik Moskvaya 2 illik. Moskvada biz Avropanın atmosferasını ədəbiyyatda, poeziyada çəkdik canımıza, sinəmizə, ciyərlərimizə. Oxuduq, yerli şairlərlə, rus şairləri ilə görüşdük. Konstantin Simonovla, Şoloxovla görüşdük. Bundan sonra çox da o qədər milli rus şairləri var idi ki, onlar bizim bütün o ədəbi təsəvvürlərimizi, bədii təsəvvürlərimizi, təxəyyüllərimizi tamam dəyişdi. Və biz Moskvadan qaydanda tamam başqaydıq. Tamam başqalaşmışdıq. Bizim xalq şairimiz Məmməd Araz laf fəqan elədi. O çıxdı öz zirvəsinə. Çıxdı öz zirvəsinə. Bir dəfə görüşümüz var idi. Dedim ki, Məmməd Araz həmişə gedirdik görüşə rayonlara da. Harada bir qəşəng yer görürdü. Deyirdi, Söyrab, gəlib burada bir ev tikəsən. Gecələr gələsən, yarımçıq şeirləri burada qutarasan. Dedim, ay Məmməd, o görüşlər heç, o evləri biz tikdik. Dedim, o evləri sən tikdin, amma o gözəl yerlərdə yox, xalqın ürəyində tikdin, şair kimi. Yaxın dost haqqında nə deyə bilər? Mən Bakıya ilk günlər gələndə öz yuvamı Məmməd Arazda tapdım. Sonra mənə elə gəldi ki, mən Təbrizdə anadan olmamışam, Şahbuzda, Nurs kəndində anadan olmuşam, Məmmədin anadan olduğu. Sonra Məmməd Araz mənim üçün
ailəmin ağsaqqalına çevrildi, məhəlləmizin ağsaqqalına çevrildi. Sonra Məmməd Araz Naxçıvanın başının böyük şairi oldu. Və indi Məmməd Araz Azərbaycanın böyük şairidir və mən fəxr edirəm. Ay gözəlim, səni sevdiyim üçün. Mən aşıqam bir ay var, bir ulduz var bir ay var. Mən aşıqam bir ay var, bir ulduz var bir ay var. Danışır Azərbaycan Demokrat Firqəsi. این صدای فرقه دموکرات آذربایجان است. Mavi ışık. نور آبی. Qoy tanısın məni hamı, bir əlimdə çəngəliyib, 3 inqilab meydanında pay aldığım 5 yaranı, bir əlimdə vətənimin qəzəbindən, nifrətindən seyqəl almış qılıncımı saxlayıram. Ürəyimə, düşüncəmə uzadılan qara əli biləkləyib haqlayıram. Sinə gərib tanka, topa, arzulardan at minirəm çapa-çapa. Uçururam zindanları, çağırıram insanlığın ucbatından məhbus olmuş insanları. 46'da vuruşmadım, qoymadılar. Əlim bağlı, könlüm dağlı. Dedilər ki, dünya təzə can qurtarmış vuruşlardan. Hələ dayan, 46'da vuruşmadım. İndi vuruşuram. Öz səhvimin cavabını heç kəsdən yox, mən özümdən soruşuram. Cavab versin tarix mənə. 46'nın vuruşunu mən borçluyam, keçmişini gələcəyə bələqləmiş bir vətənə. Cavab versin tarix mənə. Azadlığım hanı mənim? Azadlığın uğrundakı şəhidlərin canı mənim, qanı mənim. Azadlığa qurban olmuş, azadlığım hanı mənim? Əziz dinləyicilər, bununla da Azərbaycan Demokrat Firqəsinin internet radiosunun bugünkü verilişi sona yetir. Sizə xoş günlər və xoş əhval-ruhiyyə arzusu ilə sizdən ayrılırıq. Sağlıqla qalın. Gələn həftə bu vaxt efirdə yenidən görüşənədək. Gözəller işrə sənin şöhrətin düşüb didilər. Nə hurdən, nə pəridən belə məlahət olur. خب شنوندگان عزیز، برنامه این هفته فیرگر رادیوسو، رادیوی اینترنتی فرقه دموکرات آذربایجان در اینجا به پایان میرسد. تا هفته آینده شاد و خوش و خرم باشید. Yetmək olursa nəsib məhzuna, bu xəstə könlünə onda gözəl təbabət olacaq mən aşıqam halına, üzdən qoşa xalına. Mən aşıqam halına, üzdən qoşa xalına.
Lala benefşe itmez yarın gül cemalına. Lala benefşe itmez yarın gül cemalına. Ellerin yandara kız, eyle derdime çara kız. Ay kaşı gözü kara kız, gel eyle derde çara kız. Ellerin yandara kız, eyle derdime